Bugün tam mövsümüdür deyib sizlərlə birlikdə ərik mürəbbəsi hazırladım. Sizlərlə də paylaşdım. İlk öncə ən gözəl ərikləri seçdim, qabıqlarını təmizlədim, tumunu çıxarıb 2 saat sodalı suda saxladım. Mən burada 4 litr sudan və 3 xörək qaşığı sodadan istifadə etdim. Daha sonra isə ərikləri tərtəmiz yuyub sodadan çıxarıram. Qıraqda hazırladığım kilo şirəyə əlavə edirəm. Daha sonra isə şirədə qaynara düşəndə altını söndürürəm. Tam soyuyandan sonra yenidən qaynara qoyuram. Mən bu prosesi 6-7 dəfə təkrarladım. Hətta gecədən səhərə qədər şirədə belə qaldı. Və daha sonra isə tumlarını təmizləyib əlavə edirəm. Mən qatı xoşladığım üçün şirəsini qatı götürdüm və hazır olmağına az qalmış limon duzu əlavə etdim çay qaşığında və çox gözəl bir mürəbbəmiz alındı.